Siz o günləri dediniz, ben onu göre mesela üçün, ben səhv deyirsiniz, tamam yanlış deyirsiniz. Onda gelin belə başlayaq. Mesela için eğer meseləni düzgün götürürsünüzsə, siz ne için, Allah rəhmət eləsin, çok yaxşı oğlandı, bacaklı adamıdır. Siz ne için meseləni, ilk dəfə bu meseləni qaldıran, bu meselede ilk dəfə fəda olan xanım Salatın hakkında kaldırmadınız? Bir adam şuurlu surette Qarabağa gedirsə ve cephede olursa, onun fərqi yoktur. O miniyə düşsün, partlasın və yaxud düşməyindən vuruşan yerde ölsün. Fərqi yoktur. Respublika Prezidenti Ayaz Mütəllibovun istifasına səbəb əslində elə Çingiz Mustafayevin çəkdiyi Xocalı lenti oldu bir yana baxanda. Və Xocalı lentinə görə milli qəhrəman adı vermək olar. Yok, siz yine düz demişsiniz. Olabilsin ki bir lente göre 2 tane prezidenti de haşmetini yıkmak olar. Bu demek değil ki buna göre verilmelidir. Mentıkı düz değil. Meseleye mentıkı yanaşmışsınız. Falan kəsin çəkdiyi, deyək ki, rəhmətliyin çəkdiyi lente göre filanca istifa verir. Ne olsun? İstifa verirsə bunun buraya daxlı var. Hər halda Azərbaycan dünya səviyyəsində reabilitasiyanı məhz Xocalı lentinin hesabına qazandı axı. O da səmərəli görülən işdir. İş yaxşı görülübdür. İş yaxşı görülübdür deyin də o da tutulur. Siz yenə əsaslandıra bilmədiniz.